Dəyərli izləyicilər, hamını salamlayıram. Budur növbəti gün, növbəti video icmalımız. Bu dəfə yeni bir bağlama gəlib, biraz var götürmüşəm və artıq təxmini bilirəm ki, bu olacaq bizdə Kampfe müəssisə, Çin istehsalçı və çox güman ki, bu olacaq bizdə 140 alət. Budur qutuları. Böyle. Standart qutulardır. Bütün alətlər üçün Kampfe'də və bugünkü deməli səbəbkar olacaq. Çox belə deyək, mənə maraqlı gəldi və artıq necə deyim, dözənmədim və qiymət də kifayət qədər münasib idi, ona görə aldım. Deməli, bu nədir bizdə? Kağız, deməli, standart kağızdır Kampfe şirkətinin. Hər dəfə necə yığılır, necə sökülür, 3 tərəfli, deməli, 3 hissədən ibarət olan, deməli, 140-dır. Standart və eyni sözlər. Shaving doesn't have to be battle, your victory is in your hands. Görək, nə kimi deyə bu dəfə? Yaşıl Astra 5 ədəd və yoldaşlar 140 olacaq. Deməli, Rockwell adlı müəssisəyə aid olan 140 6S çox güman ki, çünki paslanmayan poladdan və CNC dəzgahda hazırlanır. Budur filtrlər. 3 ilə məncə 1 olmalı idi, düzdür. 1'ə 1, deməli, necə ki, Rockwell şirkətinin 6S adlı, deməli, 140 necədirsə, piltədə bu nömrələnmə, burada da elədir, R1, R3 ilə R1 piltələr 1. Belə deyib, piltənin içindədir və səhv etmirəm, əgər səhv etmirəmsə 4 ilə 2-dir, 5 ilə 6. Baxaq, növbəti piltələr nədir? 2 ilə 4, bəli, tamamilə doğru. CNC dəzgahda artıq Kampfe yazı ilə və növbəti çıxmaq istəmir. Piltə 5 ilə 6. Artıq nəysə mən biraz şübhələnirəm bunun CNC dəzgahda hazırlanması haqqında. Çünki burada biraz belə, sanki bu tökməyə oxşayır, amma yenə də. Belə 5 ilə 6 piltəsi. Ən optimalı məncə 4-cü piltədir. Yəni ki, həm komfortludur, həm də kifayət qədər belə deyək, effektiv bir tiraj bəxş edir. Və bu arada yoldaşlar, deməli, mən təbii ki, dözənmədim və Rockwell'ın öz orijinal, deməli, bu 140'ın da buradadır, bizimlədir. Bu ərəfədə, budur. Orijinal qutuyla. Burada qutulama daha premialdır. Rockwell'da, burada tiyələri var idi. Bu da Rockwell'ın orijinalı. Burada məndə 4 ilə 2-ci piltə bir yerdədir. Gəlin bunun 4-cü piltənin bura sapına keçirdim. Piltənin oynamağı biraz var, azca. Əsas, deməli, nə məqamı vurğulayırlar? Bu Rockwell, deməli, sol əlimdə olan məndə Kampfe'nin, deməli, Rockwell'ın saxtasıdır. O ki, Rockwell'da deməli bu bin, hara ki biz sapı taxırıq. Burada bu deməli bir növ
dördbucaqdır və bir yanında deməli rezbası yoxdur yəni ki. Amma burada bütöv yumrudur və bütöv rezbalıdır. Yəni əsas məqam bunu vurğulayırlar satış səhifəsində ki, bu kimi fərq var orijinaldan fərqli olaraq. Budur yoldaşlar. Baxırıq. O orijinal Rockwell. Deməli 6S deyilənlərə görə paslanmayan polad və CNC dəzgahda hazırlanır. Amma nə qədər bu doğrudur şübhə yaradır. Həm Rockwell'da, həm də ki artıq Campfe'də də məndə biraz bir növ şübhə yarandı. Amma yenə də baxacağıq indi. Vaxt keçdikcə indi zaman göstərəcək. Bilmirəm, yoldaşlar, mənə elə gəlir ki, Rockwell'ın bu piltənin deməli bu aşağı hissəsi sanki biraz nazikdir. Amma yenə də bunu ölçmək cihazı var, məndə o üstündə yoxdur. Amma ümumilikdə deməli gəlin bunların bu uzunluqları, orijinal Rockwell sanki biraz qısadır saxtadan. O yəqin bu qulaqların görsənməməsi üçün edilib. Burada deməli nəyisə ləkələri qalıb. Bilmirəm, nədən gəlib. Artıq qutudan belədir ləkəli. Nəyi ki biz deyə bilməzdik orijinal Rockwell'dan, yəni belə deyək, xırda nöqsanlara da belə yol verməzlər məncə. Və gəlin yoldaşlar, tiyələri yükləyək. Mən çalışım bu ləkəni salfetka ilə də olsun götürüm. Getmir nədirsə. Gərək mən bu satıcıya yazardım ki, göndərəndə bir fərlisini göndərsin. Çünki mən bunu nümayiş edəcəyim. Yazmadım da neyini. Və bizim çox da tanınmış big tiyələri. Niyə görə big tiyələr? Çünki burada yapışqan yoxdur. Qabığı yapışdırılmayıb burada. Hansından başlayaq? Gəlin saxtasından başlayaq. Yoldaşlar. Burada xırıltı səsi var. Mən bu sapı taxıb çıxardanda. Niyə? Çünki çox güman ki, bu deməli hazırlanma vaxtı, bunun bu kəsmə vaxtında qalan bu dəmir dənəciklər təmizlənməyib saxtasında. Artıq neçənci belə üz qırxandır mən bunu hiss edirəm. Sonralar salfetka ilə filanla təmizləyirəm, amma yenə də qalır həmin o səs, xırıltı səsi. Və gəlin tiyəni qapağa yerləşdirək və yoxlayaq nə qədər bizdə burada oynama var. Kifayət qədər kitdir, amma yenə də görürsünüz. Oynamanı siz görürsünüz, hiss edirsiniz. Azca da olsa amma var. Deməli, əgər siz 4-cü deməli aqressiyada qırxmaq istəyirsinizsə, bu 4 sizin üzünüzə baxmalıdır. Həm orijinalda belədir, həm də saxtasında da belə dizayn olunub. Ümid edirəm. Keçirtdik, sıxdıq. Deməli, qulaqlar ümumiyyətlə hiss olunmur. Nə bu üzdən, nə bu üzdən. Qulaqlar təmiz qalır qapağın altında. Tiyə gördüyünüz kimi hər iki tindən demək olar ki, eyni qədər çıxıb. Bu üzdə də belə eyni qaydada. Gəlin indi saxta orijinala baxaq. Orijinalda necə olacaq məsələ? Birinci tiyəni çıxardaq yaxşı sözdür. Bu burasını dedim, görürsünüz. Bu üzdən və bu üzdən götürülüb, bilmirəm məqsədləri nə idisə.
texnoloji nə problem yaradırsa. Deməli, burada yoxlayırıq yoldaşlar. Çip saxlayaq. Burada da azca var. Nisbətən bəlkə biraz azdır, amma yenə də biz bunu bilə bilmərik. Burada oynama biraz var. Artıq mən buradan görürəm ki, qapağın altından tiyən bu yanı çıxır. Qoyuruq plitənin üstünə. Dediyim kimi, əgər 4 görürüksə, üzümüzə baxırıq. Yəni 4-cü təmizlənmədədir və 4-cü aqressiyadadır. Sapını keçirdirik. Və qulaqlar yanlardan çıxır. Tiyə hər iki tərəfdən, həm bu tinlə, həm bu tinlə eyni qədər çıxır. Bu üzdə də eyni qədər. Və gəlin baxaq. Məncə tıraşda bir fərq olmayacaq. Çox güman ki. Çox güman ki, heç bir fərqi olmayacaq, yoldaşlar. Budur, deməli, Rockwell original sağ tərəfdə, Comp-F sol tərəfdə, sol əlimdə. Bu da qutuları örtək. Belə. Və bunları belə qoyaq. Rockwell yazısı. Burada da Comp-F yazısı. Fokusu düzəldək. Budur, yoldaşlar. Deməli, nə deyə bilərəm? Mənim fikrimcə, yəni ki, mənim ilk belə deyək, xaricdən gətizdirdiyim və aldığım deməli üzqırxanım olub Rockwell. Bu 6S modelidir, paslanmayan polad. Mən isə sifariş etdiyim modelin 6C idi və o hal-hazırda da məndə var. Deməli, həmin 6C zamok materialdandır, yəni tökmə metodu ilə hazırlanıb və rəngi artıq gedib solub. Mən deyəsən qan metal rəngi seçmişdim. İllər keçdikcə kifayət qədər vaxt daşır, əlimə atıram, çox vaxt hələ o ilə üzümü qırxıram. Bu deməli 6S modeli ilə isə 1-2 dəfə bəlkə qırxdım. Amma yəni heç bir fərqi yoxdur. 6C və yaxud 6S Rockwell'lər arasında heç bir fərqi yoxdur qırxmaqda ümumiyyətlə. Çəkiləri də təxmini eynidir. Yəni ki, deyim ki, deməli bu poladdan olan bəlkə biraz ağırdır, amma əl onu hiss etmir. Qabaretliyi filanı, onlar hər ikisində eynidir. Qırxmaq xarakteri eynidir. Hər şey eynidir. Yeganə bir məqam odur ki, bu paslanmayan poladdan hazırlanır. Rəngi bilmirəm, olacaqsa olmayacaq bilmirəm. Püskürmədir bu, yoxsa öz metal rəngidir bilmirəm. Yəni yalançı çıxaram. Amma deyilənlərə görə, yəni ki, Rockwell bu da tökmədir. Sadəcə olaraq polad tökməsi sonu necəsə bilmirəm. Yəni ki, bu kimi belə söhbətlər gəzir bu tıraş sevənlər arasında. Amma dəqiq heç nəyi deyə bilmərəm. Amma fakt odur ki, paslanmayan polad kimi təqdim edir satıcı, amma hansı markadır, nədir, neçidir, onu da qeyd etmir. Digər tərəfdə Comp-F deməli müəssisə təxmini təzədir. Bu bazarda və bir çox saxta deyəndə ki, bir çox belə deyək, brendlərin və markaların, üzqırxanların saxtalaşdırılması ilə məşğuldur. Təbii ki, əgər Comp-F indi arada bir cavab falan yazışırıq, yazıram onlara və cavab verirlər. Mənim istəyimə görə, misal üçün, siz də yazsınız, yəni fərq etməz məncə. Sapını dəyişdirə bilərsiniz, nə bilim, müxtəlif, yəni hansısa öz zövqünüzə uyğun olan nəysə orada edə bilərsiniz. Yəni ki, belə deyək, cavab qayıdır, yəni interaktivdirlər
deməli AliExpress orada bir option var. Orada satıcı ilə yazışmağa, deməli sifariş etməmişdən öncə yazışıb bu məqamları qeyd edə bilərsiniz. Amma yenə də originaldır. Yəni kifayət qədər uzun müddətdir öz adını, sanını qoruyub, yəni ki, və hətta elə bir müzakirələr olub ki, kimdəsə nəsə cızıq olub, yoxsa qutudan burada bir deyək, qutu Rockwell tiyələri olur, onlar olmayıb kimdəsə, yəni gəlib çatanda. Təsəvvür edin ki, Rockwell şirkəti 100 ədəd bir bütöv belə blok deyək, qutu tiyə göndərib, yəni ki, əvəzinə. Yəni ki, öz adını, sanını qoruyur. İndi Campfe bunu nə dərəcədə belə deyək, bu özünü qoruyacaq, öz adını, sanını bilmirəm. Çünki öz modelləri yoxdur. Əksəriyyəti hamısı saxtalaşdırmadır və təbii ki, heç bilmirəm də. Yəni ki, nə qədər marağı var ki, düzdür, satış üçün ideal edəcək. Amma mən görmüşəm ki, misal üçün bir o Büyükşehir Rocka saxtasında bir alıcı paylaşıb, deməli, bu qədər əyri düzəldiblər. Deməli, bu təhlükəsiz çubuğun bir tərəfi, nə bilim, bir tərəfə əyilmişdi, bu aşağı tərəf biraz aşağı idi. Büyükşehir ona yol verərmi? Xeyr, heç vaxt verməz. Yəni ki, əgər kimdəsə belə bir problem olsa, Büyükşehir deməli saytına müraciət etsəniz, dərhal dəyişiləcək. Yəni ki, təbii ki, əgər hansısa bir əldən almamısınız, yəni ki, öz belə deyək, hansısa bir patentli bir dükandan almışsınızsa, Amazon kimi və ya öz saytlarından, təbii ki, dəyişəcək və iyə duracaq öz deməli bu istehsal etdiyi malına duracaq. Çin müəssisəsi necə edəcək? Hələ bundan nə bir belə deyək, sübut var, nə bir şey var. Təzədirlər, bir sözlə təzədirlər. Amma yenə də uğurlar diləyə bilərik onlara. Yəni ki, qiymət fərqi kifayət qədər böyükdür. Çox böyükdür qiymət fərqi. Ona görə indi dərhal ya bu gün ya da bu gün axşam mən bunları side by side, yəni ki, bir tıraş edəcəyəm, üzünün bir tərəfi bir üz qırxandan digər tərəfi. O bir deməli bu saxta Rockwell-la qırxacağam və fərqləri hiss edəcəyik. Fərqləri sizə bəhs edəcəyəm. Bunlar deməli nə kimi fərqi hiss etsəm, nə desəm də bunlar yadınızdan çıxartmayın ki, bu mənim subyektiv fikirlərimdir. Yəni ki, mənim üzümdə olan saqqal sizdə deyil, məndədir. Üstəgəl ağrı həddi adlı bir məqam var. O, hər adamda fərqlidir. Ona görə mən söylədiyim sizə fikirlər subyektivdir. Amma yenə də indi bəlkə nəyisə uyğunluğu hiss elədiniz mənim danışıqlarımdan və ona uyğun olaraq addımları ata bilərsiniz. Belə yoldaşlar, bu məqamda mən sizinlə sağollaşmaq istəyirəm, çünki hiss edirəm, çox danışıram. Artıq 19-cu dəqiqəyə yaxınlaşırıq. Ona görə sağ olun, gələn görüşlərinə dək ümid edirəm, maraqlı oldu bu video sizə. Sağ olun.